Salam gənclər, hər vaxtınız xeyir. OTK sınavının 12-cisi izahına davam edirik. Birinci sual. İnsanda ilk sidik. İlk sidik bilirik ki, qədəyə bənzər kapsulda əmələ gəlir. Buna görə bir burada doğru variant olacaq. Nefronun qıvrım kanalcıqlarında deyəndə bu son sidik olar. Süzülmə prosesi nəticəsində yaranır. Bəli, ilk sidik qədəyə bənzər kapsulda süzülmədən yaranır. Geriyə sorulmada son sidik olar. Böyrək ləyənində toplanan son sidik olar. Böyrəklərdən keçən qanın 10% həcmində yaranır. Bu da doğru olacaq. Çünki böyrəklərdə 1500 litr qan keçəndə 150 litr ilk sidik yaranır. Düzdür? 1500 150-dən 10 dəfə çoxdur. Ona görə keçən qana görə 10 dəfə az ilk sidik yaranır. Yəni düzgün variantımız olacaq A variantı. İkinci sual. İnsanda refleks qövsündə, biraz böldük bunu. Refleks qövsündə sinir impulslarının neyronun bir növündən digər növünə ötürülməsi sxeminə əsasən hansı neyronların həm mərkəzi, həm də periferik sinir sistemi ilə bilavasitə əlaqəli olduğunu müəyyən edin. Birinci neyrondan ikinciyə ötürülüb, ikincidən də üçüncüyə. Ortada qalansa mütləq bu ara neyrondur. Ara neyron impulsu qəbul edəcək hissi ara neyrondan da ötürüləcək hərəki neyrona. Və bilirik ki, həm hissi, həm hərəki neyronun həm mərkəz, həm periferik hissədə yerləşə bilər. Ara neyron isə yalnız mərkəzi sinir sistemində yerləşir. Ona görə 1 və 3 doğru variantımız olacaq C variantı. Üçüncü, insanda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alan vəzlər, söhbət epifiz və timus vəzindən gedir. Əsas bədən boşluqlarında yerləşir. Bəli, hər ikisi əsas bədən boşluğunda, epifiz kəllə, timus döş boşluğunda. Axacaqlara malik olan vəzlər xarici sekresiya vəzlərdir. Bunlar isə daxilidirlər. Endokrin sistemi vəzlərdirlər, bəli, endokrindirlər. Bioloji fəal maddə hazırlayırlar. Hazırladıkları hormondur. Bunlar da bioloji fəal maddədir. Xarici deyirlər, birləşdirici yox, epitel toxumasından təşkil olunur. Ona görə düzgün cavabımız olacaq C. 14, daha doğrusu insan skeletinin şəkildə göstərilən sümüyü, yəni bir dənə çanaq sümüyü verilib. Neçə növ sümüklə bilavasitə birləşir. Çanaq sümüyü birləşir bir çanaq sümüyü ilə, qarşı tərəfdəki çanaq sümüyü ilə, bu bir. Çanaq sümüyü birləşir buradan but sümüyü ilə, bu 2. Bir də çanaq sümüyü yuxarıdan da birləşəcək oma fəqərlərinə 3. Ona görə neçə növ sümüklə birləşir? Çanaq, fəqərə və but. 3 növ sümüklə birləşmə əmələ gətirir. 5-ci sual. İnsan orqanizmində limfa toxuma mayeəsindən sızan bəzi maddələri qana qaytarır. Məsələn, suyun çox hissəsini qana qaytarır deyə bilərik. Ona görə bir doğru variantımızdır. Orqanizmə daxili maye mühitin tərkib hissəsidir. Qan, limfa, toxuma mayesi orqanizmin daxili maye mühitidir, doğrudur. Nazik bağırsaqdan qidalı maddələrin bir hissəsini, məsələn, yağlar limfaya sorulur, düzdür. Qana nisbətən sürətli deyil, zəifdir. Dövr etdikdən sonra arteriya damarlarına yox, gəlib yuxarı boş venadan körpücük altı venaya qoşulur. Yəni arteriya yox, venaya qoşulur. Ona görə 1, 2, 3 düzgün cavab Y. 6-cı sual. Hansı ifadə doğru deyil? İnsanda C vitamini çatışmadıqda diş əti qanayır, dəri altı qansızlamalar baş verir, doğrudur. Yoluxucu xəstəliklərə qarşı müqavimət azalır, bəli. Tez-tez yorğunluq, diş tökülür, doğru. Skorbutu xəstəliyin adı, doğrudur. Həssaslıq azalır, yox. Stafilokok, streptokoklara həssaslıq artar. Yəni Y variantı olacaq, çünki immuniteti zəifləmiş olurdu. Refleks qövsünün 3-cü mərhələsinə uyğun olanları müəyyən edin. Refleks qövsünün 3-cü mərhələsi mərkəzi sinir sistemidir. Mərkəzi sinir sisteminə aid olanları istəyir bizdən. Demək, mərkəzə aid olacaq Pavlova görə analizatorların hissəsindən 3-cü hissə. Çünki birinci reseptordur, ikinci duyğu yoludur, üçüncü də mərkəzdir. Deməli, bir buradan 3-ü götürəcəyik. Seyçinova görə baş beyin refleksləri isə 3 mərhələdir. Birinci, duyğu orqanlarında əmələ gələn oyanma. İkinci, beyində oyanma və tormozlanma. Yəni, beyin dediyimiz mərkəzi sinir sistemi bura gedir, bunu götürəcək. Üçüncü də insanın ona qarşı cavabı. Yəni, 3 və B variantları olacaq. Düzgün cavabımız B. 8. Şirin su hidrasının hüceyrələrində təsadüf edilməyən hərəkət orqanoidinə malikdir.
Şirin su hidrasının hüceyrələrində yalançı ayağa rast gəlmək olur. Onun daxilində olan qamçılı həzm hüceyrələrində, bir də nədir bu? Yumurta hüceyrəsində. Yəni yalançı ayağa rast gəlmiş olduq. Qamçılara rast gəlmək olur. Məsələn, həzm hüceyrələri, spermatozoidi qamçılıdır. Hərəkət orqanoidi foraminiferlər bunlar da şeydilər, ibtidai bir hüceyrələrdirlər, Lampriyada qamçıdır, amma kirpiyə rast gəlinmir. Düzgün cavabımız C. 9-cu sual. Şəkildə göstərilən orqanizmin ulduz şəkilli hüceyrələrə malik, şaxələnmiş, çoxsaylı qalancıqlardan təşkil olunmuş orqanlar sistemi söhbət ifrazat sistemindən gedir. Planarinin protonefridial sistemi idi. 10-cu sual. May böcəyinin bir buğumunda ayaq sayı. May böcəyinin bir buğumunda deyəndə yəqin ki, döş buğumunu nəzərdə tutur. Hansı buğumlarında x, y, z sayı maksimumdur deyir. Birinci döş buğumunda qanad yoxdur, ona görə bunu götürmərəm. Birinci qarıncıq buğumunda qanad yoxdur, bunu da götürmərəm. İkinci döş buğumunu götürə bilərəm, çünki həm ayağı var, həm qanadı var. Stigmalar da var. Həm də birinci döş buğumunda stigmalar da yox idi. Üçüncü döş buğumunda ayaq da var, qanad da var, bunu da götürərəm. Qarıncıq buğumunda qanad yoxdur, sonuncu qarıncıq buğumunda da stigmaları da yoxdur. Ona görə sadəcə 3 və 4 düzgün cavabımız A. 11. Neştərçədə arterial qan axır. Neştərçədə bel qan damarı ilə arterial qan axır. Bel qan damarı, quyruq venası adı venadır. Qarın qan damarlarında venoz qandır, şəkildən də var, görünür. Qəlsəmə üstü arteriyalarda, qəlsəmədən çıxan arteriyalarda olar. Ön və arxa venalarda venada olmaz. Yəni 1 və 4 olar. 12. Heyvan orqanizmi döş tili var. Yarımkürələr üzərində qırışları yoxdur. Deməli, quşdur. Beyinciyin üzərində qırışlar var. O zaman biz quşlara aid olanı seçəcəyik, qırğı. Belirlediyin diaqramına uyğun bəndləri müəyyən edin. Xaricdən, deməli, vegetativ tumurcuqla toxumu müqayisə edirik. Xaricdən qabıqla əhatə olunmuşdur. Qabıq dediyimiz tumurcuqda pulcuq olar, yəni toxumda olar bu. Qabıq dediyimiz toxumdan olar, yəni bir-bir aid olar. Rüşeym gövdəciyinə malikdir. Bu da toxumun hissələri olar. Rüşeym gövdəciyi, amma vegetativ tumurcuqda da rüşeymin gövdəcik hissəsi var. Ona görə ortaq kimi götürərik. Xaricdən pulcuqlarla örtülmüşdür vegetativ tumurcuq. Rüşeym kökçüyünə malikdir. Kökçük deyirəm, subartıq toxum olsun, rüşeym kökçüyüdür. Rüşeym tumurcuğuna malikdir. Tumurcuq, hər ikisində tumurcuq var, cücərir. Çünki bu gövdəcik dediyimiz tumurcuqda nə idi? Gövdəciyi də onun üzərindən tumurcuq yerləşirdi. Bir dənə kökçüyü yoxdur da, yəni rüşeymin başlanğıc hissəsi var orada. Rüşeym tumurcuğuna malik olacaq onda hər ikisi. Düz qeyd edirəm. Zoğun tərkib hissəsidir. Zoğ tumurcuq mənşəlidir. Daha doğrusu tumurcuq zoğ mənşəlidir. Ona görə zoğun tərkib hissəsinə daxil olar vegetativ tumurcuq. 3, 6, 1, 4, 2, 5 olar B variantı. 14. Y-in yarpaq qoltuğunda yerləşdiyini nəzərə alaraq X-ə harda təsadüf olunmasını müəyyən edin. Zoğla yerləşməsinə görə tumurcuğun növləri. Y əgər yarpaq qoltuğunda yerləşirsə, onda X harda olar? Tumurcuğun növləri, yəni ki, X əlavə tumurcuq olar. Düz müəyyən edirəmsə, bir dəqiqə. X demək, Y yarpaq qoltuğundadsa qoltuq tumurcuğudur. Onda bu olacaq, yan tumurcuğun növləridirlər də bunlar. Bu olsun əlavə tumurcuq. Əlavə tumurcuqdursa, buğum aralarında ola bilər. Yəni, bir doğru olar. Gövdən təpə hissəsindəsə bu təpə tumurcuğudur. Kökün üzərində ola bilər, əlavə tumurcuq olar. Yarpaq qoltuğunda qoltuq tumurcuq olar. Yarpaq üzərində əlavə tumurcuq olar. 1, 3, 4, yəni A variantı olmuş olar. Badımcan çiçəklilərin
Gövdə və yarpaqlarında ifrazat toxumasına rast gəlinir. Badımcan çiçəklərdə tik-tikli ifraz edən, şirə ifraz edənlər var idi. Buna görə demək olar, çiçək yanlığının bütün struktur elementləri bitişikdir. Çiçək yanlığı, kasa yarpaqları da, ləçəkləri də bitişikdir. Bu da düzgün olar. Ən iri çiçəkləri yelkən bu paxlalın olar. Yumurtalıqlarında adətən bir yumurtacıq yox. Badımcan çiçəklərdə gilə və qutucuqdur ki, onlarda çox toxumludur, bu olmaz. Gövdələrin müxtəlif hissələrində alkaloidlər toplana bilər, həm. Atropin tiosiamin də toplanır hətta, çünki zəhərlidirlər. Əksər nümayəndəli ağac yox, ot şəkillidirlər. 1, 2, 5 B variantı olar. 16. Ləpə yarpağı hansı rəqəmlə işarə olunmuşdur? Məktəb dərsliyimizdə verilən şəkildir. Ləpə yarpağı burada 3 ilə işarə olunur. Kökçük, gövdəcik, tumurcuq, bu isə endospermi göstərəcək. Hüceyrədə karbohidratlar sintez olunur. Demək, karbohidratlar bir hamar endoplazmatik şəbəkədə sintez olunur. Dənəvərdə, ribosomlarda zulal sintezi gedirdi. Hüceyrədə bir xloroplastlarda karbohidrat sintezi gedər. Lizosomlarda sintez yox, parçalanmadır. Ribosomda isə zulaldır. 1-3 düzgün cavabımız D. 18. Mitozun metafazasında say nisbəti. Xromosom, xromatid, xromosom DNT, xromosom DNT zənciri. Mitozun metafaza düsturu 2N, 4C, 4D'dir DNT-də yazdığına görə. Əgər DNT-nin zənciri deyirsə, onda 8 zəncir olacaq. Sən bu verdiyimiz düstura görə. İndi xromosom 2, xromatid 4. Deməli 2-nin 4-ə, yəni 1-in 2-yə nisbəti buradadır. 1-in 2-yə. Xromosomun DNT molekuluna nisbəti. Xromosom 2, DNT 4 molekul olaraq. Yəni də 1-in 2-yə nisbəti. Bunu belə yazmayayım, qoy. 1-in 2-yə nisbəti. Xromosom 2, DNT 8, onda 2-nin 8-ə, yəni 1-in 4-ə nisbət eləyəcək. 1, 2, 1, 2, 1, 4, yəqin ki, A variantıdır. 19. Lamarck öz təsnifatında onurğalı heyvanları neçə sinifə bölmüş və neçə pillədə yerləşdirmişdir? Lamarck onurğalı heyvanları balıqlar, sürünənlər, quş, bir də məməli. 4 dənə sinifə bölüb və 5-ci, 6-cı pillələrdə yerləşdirib, yəni 2 dənə pillədə yerləşdirmiş olur. 20. Müəyyən vaxt ərzində yer kürəsində fotosintez prosesində əmələ gələn üzüm maddənin kütləsi, dünya okeanında olan kütləsi, üzüm maddənin kütləsi tonla, bir də dünya okeanında olan kütlə. Dünya okeanında üzüm maddədə quruda əmələ gələnin 1/3 qədər əmələ gəlir. Ona görə 1/3 hissəsini götürəcəyik. Bu da 1/3 Y variantı olar. 21. Probiont. Probiont 11-ci sinif dərsliyinin ən axırında demək lüğətdə verilmişdir. İlk heterotrof yolla qidalanan hüceyrədir. Həyatın əmələ gəlməsində şəkildə, sxemdə də göstərilmişdir. Şəkildə təsvir olunan təcrübədə X-i müəyyən edin. Demək, siçanlar üzərində biotexnologiyada öyrəndiyimiz təcrübədir, klonlaşmadır. Yumurta üzrə spermatozoid mayalanır, zigot yaranır və zigot götürülür dişinin yumurta borusundan. Yumurta borusundan götürüləndən sonra ona insanın böyümə hormonunu sintez edən gen yerləşdirilir. Yəni, bu X ilə göstərilən əslində böyümə hormonu olan somatotop hormonunun genidir. Yəni, X-in cavabı burada olacaq D. Və yerləşdirdikdən sonra bunu surroqat ananın bətninə köçürdürlər və ondan da sonra nəsil alınır. Təcrübədən alınan siçanlar daha iri olurdular. 3 nəsil bunlarda izlənilib, digərləri isə daha kiçik olurdular. 23. Şibiya tallumunun quruluş sxeminə əsasən doğru ifadələri müəyyən edin. Şibiya tallumunun yuxarı qabıq qatı göbələk, daxili hissəsi göbələk və yosun, aşağı qabıq qatı isə yenə də göbələk idi. Birin hüceyrələrində həm xitin, həm də glikogen olur.
Bir dediğimiz göbələkdir. Göbələyin hüceyrə divarı xitindir, içərisində də ehtiyat maddə glikogendir. Doğru. Hər üç hissədə göbələk mitselləri olur. Yəni burada da göbələk və yosunlu sahə var. Üst alt qabıq qatlarda göbələkdir. Bunu mən canlı yayımımda daha öncə izah eləmişdim, buna bənzər bir hissə. İkinci hissədə mitsellər arasında əksər hallarda yaşıl yosunlar yerləşir. Bəli, bakteriyalardan daha azdır simbiozun. Əksər hallarda yosunlardır. Üçün hüceyrələrində nişasta və glikogen toplanır. Üç göbələkdir, aşağı qabıq qatı. Orada nişasta toplanmaz. 1 və 3-ün tərkibində prokaryotlar daxildir. Bunlar göbələklər, prokaryotlar deyirlər. Hər üç hissənin hüceyrələrində xlorofilə rast gəlinir? Yox. Hər üç hissədə isə göbələyə rast gəlinir. Yəni olacaq nə? 1, 2, 3. Doğru olacaq. 24. Avstraliyada Charles Darwin Beagle gəmisi ilə dünya səyahəti zamanı tədqiqatlar aparılmışdır. Avstraliyada olmuşdur məncə. Vavilov mədəni bitkiləri, Vavilov Avstraliyadan başqa hər yerdə olmuşdur. Bu yox. İlk müasir insanların qalıqları tapılmışdır. Kromanyonlardır. Bir dənə buydu Avstraliyada tapılan, bu doğrudur. Yaşayan əhalinin əsas hissəsi mongoloid, yox. Müasir tədqiqatlara əsasən mədəni bitkilərin bir mənşə mərkəzi yerləşir. Bəli, müasir tədqiqatlarda 12 mənşə mərkəzlərindən biri də buydu. Ona görə 1, 3, 5 doğru olmuş olacaq. 25. Heterozigot qara və heterozigot ağ dovşanın çarpazlaşmasından alınan nəsildə qara dovşanların ən çox ehtimal olunan faizini hesablayın. Heterozigot qara deyirsə, qara demək böyük S. Buradan yazım ona. Buranı düzəldim. Bu hissəni artıq danışmışıq deyə buradan silək. Heterozigot qara demək böyük S, kiçik S, kiçik A-lar. Bununla çarpazlaşıb heterozigot ağ dovşanlar. Ağ dovşanlar olması üçün kiçik S-ləri olmalıdır, amma heterozigot tərəfini digərini A-lara görə yaza bilərim. Nəsildə ən çox qara dovşanların alınma ehtimalı. Deməli, monohibridə gətirsək, S-lərlə S-ləri çarpazlaşdırsaq, A-larla A-ları çarpazlaşdırsaq, alınanları yazıram. Qara dovşanlar deyirsə, demək böyük S olsun və kiçik A olsun. Böyük S-nin buradan əmələ gəlmə ehtimalı 2-də 1, ikisindən biridir. Kiçik A-ların əmələ gəlmə ehtimalı 2-də 1, ümumiyyətlə bunları bir-birinə vurduqda 4-də 1. Faizlə olduğuna görə isə 25% olmuş olacaq. 26. DNT molekulunun bir hissəsində ölçüsü böyük olan azotlu əsasların saylarının cəmi, yəni adeninlə guaninin cəmi 1500-dür. Deməli, sitozinlə timinin də cəmi 1500 olacaq. Sitozin azotlu əsaslarının sayının timin azotlu əsaslarının sayına nisbəti 2. Sitozinin timinə nisbəti 2-dir. O zaman 2x qədər sitozin olsun, x qədər timin olsun və bunların nisbəti 2-dir. Əgər 2x qədər sitozin varsa, onda demək 2x qədər də guanin vardır. X qədər də adenin vardır. Yəni, buradakı nukleotidləri toplasaq, 5, 4x, bu da 2x, 6x. Düz toplayıramsa. Bir də baxaq, sitozinin azotlu əsaslarının sayının timin azotlu əsaslarına nisbəti. Sitozinin timinə nisbəti 2-dir. Deməli, ümumi götürəndə adeninlə guaninin cəmi 1500-dürsə, sitozinlə timinin cəmi də 1500-dür. 1500. Toplam burada 3000 nukleotid var. 6x bərabərdir 3000. X də bərabərdir 500. Deməli, hərəsindən x-in qiyməti 500-dür. O zaman hidrogen rabitələrinin sayını. Hidrogen rabitələri bərabərdir. Nukleotidlər üstə gəlinsin, guaninlə hesablaya bilərəm. Nukleotidlərin sayı 3000-dir. 3000. Guaninin sayı məsələn 2x qədərdir. X-in qiyməti 500-dür. 2x eləyəcək 1000. Burada cəmi 4000 hidrogen rabitəsi var. Yəni cavabımız olacaq 4000. 27.
Avropoid, mongoloid və ekvatorial irqlərə aid verilir. Burunları yastı və enli olub, saçları qıvrım və dalğalıdır. Bu aiddir. Yastı enli burun ekvatorial irqə aiddir. Gözlərinin ətrafları büküşlüdür. Mongoloid irqinə aid olan xüsusiyyətdir. Amerikanın yerli əhalisidir. Bunlar da mongoloid irqinə aiddirlər. Saçları düz, yumuşaq, üzləri ensiz avropoidlərdir. Məsələn, biz avropoid irqiyik. Dərinin rəngini idarə edən dominant genlərin miqdarı daha çoxdur. Burada miqdarı çoxsa, genin miqdarı nə qədər tündürsə, çoxsa dəri də o qədər tündür. Ona görə ekvatorial irqə aid olar. Hamilə qadının daxili cinsiyyət orqanlarını müayinə edən həkim uşaqlıqda bir neçə dölün olmasını və aşağıdakıları müəyyən etdi. 3 dənə cift var, amma göbək ciyəsi 4 dənədir. 3 dənə cift varsa, bax 3 dənə yumurta hüceyrə mayalanıb deməkdir. 4 dənə göbək ciyəsi varsa, bu ciftlərin birindən 2 dənə uşaq yaranıb, digərlərindən bir dənə yaranmış olacaq. 28-də istəyir ki, bizdən başlanğıc aldığı baş beyin və onurğa beynin şöbələrini, müəyyən olunan orqanları sinirləndirən avtonom sinirlər. Hə, demək, daxili cinsiyyət orqanlarını deyirsə, bunun simpatik sinirləri onurğanın bel şöbəsindən gələcək. Parasimpatik sinirləri isə oma şöbəsindən gələcək. Yəni, simpatik bel, parasimpatik oma. Döllərin neçəsi eyni, neçəsi müxtəlif yumurta ikizidir. Şəkilə görə baxıram ki, ikisi eyni, 2 dənəsi isə ayrı-ayrı müxtəlif yumurta ikizlərdir. Ona görə ikisi eyni, ikisi müxtəlif yumurta ikizlərdir. Və deyir, cavabınızı əsaslandırın. Göbək ciyələrinin sayı 4-dürsə, deməli 4 dənə döl var. Əgər 3 dənə cift varsa, deməli 3 dənə yumurta hüceyrə mayalanıb. Və o zaman o 4 uşaqdan ikisi bir ciftin payına düşmüş olur. 30. Mayalamada bilavasitə iştirak edən qametlərin ikisində Y cinsi xromosomu olarsa, təzədən çəkirəm həmin 3 dənə cifti. Əgər bunun mayalanmasında 2 dənə Y, bir buna, bir də buna Y çəkirəmsə. Döllərin somatik hüceyrələrinin hər dölün bir hüceyrəsi, bir nüvəsində cəmi minimum neçə Y cinsi xromosomu olduğunu hesablayın. Döllərin somatik hüceyrəsində X cinsi xromosomları minimum olması üçün Y xromosomlu qametlərdən biri eyni, biri isə müxtəlif yumurta ikizlərinin yaranmasında iştirak etsin. Biri eyni yumurta ikizlərinə, məsələn, burada 2 dənə oğlan çəksəm, deməli, bura X düşür. Burada o zaman bir dənə X düşmüş olur. Deməli, digərlərdə XX olacaq. Bunlar hər ikisi qızdılar. Biri daha doğrusu 2 dənə X-dən bir qız, buradan da bir dənə oğlan əmələ gəlmiş olacaq. Minimum deyir, ona görə Y-i bu şəkildə böldük və bizdən də nə istəyir? Demək, döllərin hər birinin neçə X cinsi xromosomu olduğunu 4 dənə X tapdım, amma bir dəqiqə bir dənə də baxın. Mayalamada bilavasitə iştirak edən qametlərin ikisində Y varsa, X-in minimum olmasını istəyir bizdən. Y-in qametlərinin birin eyni, biri müxtəlif yumurta ikizlərinin yaranmasında iştirak etsin. Biri eyni, biri müxtəlif Y. Və X-ların sayını bəlkə mən düz toplaya bilmirəm. Cəmi minimum neçə X cinsi xromosomu döllərin somatik hüceyrələri, hər döldə də, hər döldən deyirik. Bu uşaqda 1X, 1Y var. Bu uşaqda 1X, 1Y var. Bu uşaqda XY var. Bu uşaqda da XX var. Deməli, toplam burada 5 dənə X var. Cəmi 5 dənə X. Döllərin deyil, mən şeyə baxıram, zigotlara baxıram. Ona görə düzgün cavabımız olacaq 5.